Salam əziz və dəyərli izləyicilərim. Bugün sizə öz başıma gələn hadisə haqqında danışacağım. Yəni deyim ki, faciə ilə üz-üzə gəlmişdi. Şükür olsun ki, Allah yaxşı qurtardı. Yəqin ki, şükür etdiyim üçün xalımı qopardı. Bir gecənin içində böyüməyi haqqında danışacağım və sübutlarla videolar gələcək ekrana bir-bir görəcəksiniz. Yəni loru dildə desəm özümün evimi yıxmışdım. Yenə də deyirəm, şükür olsun ki, düzəldi. Amma mən eləyən səhvləri siz etməyəsiniz deyə, belə bir faciə yaşamayasınız deyə sizinlə bu videonu paylaşıram. Amma çox xahiş edirəm. Ola bilər kimsə indi deyər ki, Məryəm xanım, mən videoya qulaq asdığım yerdə siz videonu yarımçıq qoyub deyirsiniz ki, takip atın, nə bilim, abunə olun, şərhlər yazın, yəni kommentariyalar yazın, podpisasiya olunun. Bilirsinizmi, mənim əzizlərim, dəyərli bacı qardaşlarım, sizə mənim videolarım lazım olduğu üçün sizin də takip atmağınız mənə lazımdır. Çox xahiş edirəm. Çünki bəziləri qoymurlar ki, mənim videolarım xalqımın qarşısına çıxsın, xalqım sağlığına qovuşsun. Amma sevənlərim əlləşir. Amma bəzən də sevənlərim hal-hazırda baxırsınızsa mənə ya YouTube'dan, ya Facebook'dan, ya TikTok'dan, ya Instagram'dan yadınızdan çıxır abunə olmaq, takip atmaq, şərh yazmaq. Bax, bunlar yadınızdan çıxır, podpisasiya olunmaq. Çox xahiş edirəm. Elə indicə eləyin. Çünki mən tərbiyəsizliyi təbliğ etmədiyim üçün videolarımın qarşısı alınır. Mən belə deyərdim. Çünki görürəm ki, tərbiyəsiz temalar, mövzular danışanlara o qədər paylaşırlar, abunə olurlar, minlərlə insanlar baxır, xalqımızın tərbiyəsi pozulur. Mən isə sevənlərimə səslənirəm. Əzizlərim, bax, indi oktyabr ayının axırıdır, 2025-ci il. İyul ayında mənim buramda indi ekrana gələcək. Adi mənim buramda bir xalım var idi. O mənə bir şarm verirdi. Çox xoşuma gəlirdi. İndi görünmür, sizə ekrana gələcək. Görəcəksiniz necə bir xal idi. Adi qara bir xal idi. Özümün də çox xoşuma gəlirdi. İyul ayında özüm də bilmədən qaşınıb, mən onu qaşımışam, qanatmışam. Səhər durdum, gördüm ki, qanatmışam və qorxdum. Tez pambığı spirtə batırıb qoydum üstünə. Qurudu, bir də spirtə batırdım, qoydum. Qurudu, bir də spirtə. Axşama qədər belə elədim. Çünki qorxdum. Çünki eşitmişik ki, xaldır, ziyildir, onları qanatmaq olmaz, qopartmaq olmaz və o qara xal qopmuşdu, ancaq yeri qanıyırdı. Çox yox, lap azca spirt qoyanda qan dəyirdi azca pambığa. Bu məni qorxuzdu. Ona görə də dayanmadan spirti qoydum. Səhər durdum, gördüm. İndi ekrana gələcək videosu. Yumru noxud boyda, hətta əvvəlcə noxuddan da böyük idi. Sonra biraz balacalaşdı, noxud boyda oldu. Gəlir ekrana, özünüz görəcəksiniz. Və məni dəhşət bürüdü. Səhər durdum, gördüm ki, heç nə olmayan bir yerdə, bax, burada belə noxud boyda bir şiş oldu. Məni dəhşət bürüdü. Yenə də evdəkilər də qorxdu. Hamı həkimə, mən getmədim həkimə. Amma sizdən xahiş eləyirəm, həkimə gedin. Siz mənə baxmayın, mənə fikir verməyin. Mən özüm çox bilgili olduğum üçün bildim ki, özümü əvvəl Allah, sonra mən müalicə eləyə biləcəm. Amma siz mütləqdir ki, həkimə müraciət edib öz başınıza heç nə eləməyin. Timbul indi sizə danışacağım ki, mən nə elədim ki, başıma əməlli başlı iş açmışdım. Əməlli başlı. Demək, durdum, araşdırma apardım, araşdırdım, çox araşdırdım. Belə bir şey çıxdı qarşıma. Ekrana yaxından şəkil gələcək. Belə bir mal çıxdı qarşıma ki, xala, ziyilə vurursunuz, qurudur, aparır. Deməli, iyul ayından bir ay, bəlkə də 2 ay qədər bundan hər gün vurdum. Heç eyninə də olmadı. Daha da azcana böyüdü ki, ekrana bir yenə də deyirəm, şəkilləri gələcək, balacalaşmadı. Əksinə balacalaşmadı. Və tez-tez spirtlə təmizləyirəm, amma bilirəm ki, ora mikroblu əl vurmaq olmaz, belə və s. Artıq qaşınır, çünki spirtlə yandırmışam, çox güman ki, bununla yandırmışam, amma həcmi elə də olaraq qalır. Və sonra yenə də başladım araşdırma aparmağa. Gəldi, qarşıma çıxdı Çistatel. İndi şəkili gələcək ekrana, başqa cür konvert kimi, atkritka kimi şeyin içində idi. Bax, belə bir şeydi. Mən bunu deməli aldım, yazılmışdı dönə-dönə ki, çox vurmaq olmaz. Baxın, bax, belə bir şeydir. Çox ehtiyatlı olunmalıdır və bunu ancaq və ancaq belə bir dəfə belə xalın üstünə və yaxud ziyilin üstünə vurursan. Belə yazılıb. Mən də gətirdim, elə bir çıxartdım, bir dənə vurdum üstünə, əvvəlcə təmizlədim, bir dənə vurdum. Sağ olsun qızımı, qızım dedi, ay mama, bir dənə ilə heç nə olmaz, hər yerinə vur. Götürdüm bunu, axşam vaxtı idi, hər yerinə vurdum. İnanın ki, yəqin ki, vulkan püskürməsi televiziyada da varsa görmüsünüz. Elə bir ki, xalın üstündən vulkan püskürdü. Heyf ki, mən onun şəklini çəkməmişəm. Yaxşı da ki, çəkməmişəm, dəhşət sizi bürüyərdi. Qara belə bir nələrsə çıxdı, belə çox bir əcayib bir vəziyyətə düşdü. İraq sizdən, İraq qulağınızdan. Yəni sizə danışıram ki, siz bu səhvləri etməyəsiniz. Nəsə təmizlədim, tez periksli, 3%li periksli su ilə təmizlədim. Səhər durdum, gördüm ki, həmən o qara böyümüş bir şey quruyub, spirtdən onu götürdüm.
və Bepanthen ekrana şəkli gələcək. Bepanthen vurdum. Mən bu Bepantheni çox sevirəm. Çox videolarım var Bepanthen haqqında. Bepanthen vurdum. Şükür olsun ki, düzdür, yandırdım qıraqlarınız adını, amma o çistatildən sonra heç əsər əlamət qalmadı. O ziyildən, o bilmirəm nə idi da, o şişkadan əsər əlamət qalmadı. 2-3 gün təmizləyib ortasına o lap çox yandırdığım yerə çinkovi maz vurdum. Ekrana şəkli gələcək. Kənarlarına isə Bepanthen maz vurdum. Və indi görürsünüz, heç nə yoxdur. Şükür olsun. İndi orada videoda gördüyünüzə də baxacaqsınız, buna da baxacaqsınız. Eləcə qırmızı azcana yeri qalıb, ona da belə tonalni krem vuranda heç görünmür. Yəqin ki, bir həftəyə 10 günə də yeri də tamamilə gedəcək. Yəni şişkadan əsər əlamət qalmadı. Sizə dediyim odur ki, mənim əziz izləyicilərim, nə badə siz mən eləyən səhvləri eləyəsiniz. Ümumiyyətcə əlinizi vurmayın xala, ziyilə. Əgər vurmusunuzsa da tez həkimə müraciət eləyin, çox xahiş eləyirəm. Çünki müalicəsi var. Hansısa bir maz deyəcəklər və həkiminiz necə deyirsə, o cürə də əməl eləyin. Da özünüz öz başınızdan gedib onu həkim bir dəfə deyib, mən 5 dəfə vurum eləməyin. Çox xahiş eləyirəm. Gördünüz ki, rəhmətli Arif Quliyev demişkən, başımı yiyəsiz buraxdığım üçün başıma belə iş gəldi. Ona görə də çox ciddi olun və sizə deyim ki, mənim əzizlərim, əgər mənim ödənişli qrupuma qoşulmaq istəyirsinizsə, gözəlliyinizin üstünə gözəllik gəlməsini istəyirsinizsə ki, bu yerdə deyəcəksiniz ki, Məryəm xanım, hansı gözəllikdən danışırsınız, özünüzü şikəst eləmişdiniz, amma biraz da qürur duyuram ki, özümü həkimsiz sağaltdım. Şükür olsun, əvvəl Allah, sonra özümə. Maşallahlar olsun. İstəyirsinizsə ki, qəbzlikdən, qazdan, köpdən azad olmaq, mən yeganə mütəxəssisəm ki, mənim qrupumda siyana çayıdır, acılıq otudur, dəvə gözüdür, bunlar qadağandır. Aptekə sizi göndərməyəcəm, acılıq etmək qadağandır. Mən sizə arıqlama çayı, arıqlama kofesi satmayacağım. Çünki təkrar eləyirəm, mütəxəssis olaraq bilirəm ki, bunlar zərərlidir. Özümə rəva bilmədiyimi sizə də rəva bilmərəm, əzizlərim. Bəylər üçün qrupum ayrıdır, xanımlar üçün ayrıdır. Mənim gözəl bacılarım, sizə elə bir pilinglərin reseptini atacağım ki, dırnaq göbələyindən azad olmağın sirrini atacağım, saçınızın gözəllik sirrini atacağım və günü-günündən gözəlliyinizin üstünə gözəllik gələcək. Əgər məsləhət bilirsinizsə, buyura bilərsiniz qrupuma. Dünyanın artıq hər yerindən, hər bir ölkədən, hər bir kənddən qrupumda xanımlar və bəylər var. Və bəylər də bircə dəfə 20 manat ödəyir, xanımlar da bircə dəfə 20 manat ödəyir. Buyura bilərsiniz, məsləhət bilirsinizsə, nömrəmi isə səsli şəkildə tələffüz edəcəm. Necə deyirəm, o cürə də yaddaşa salın, heç bir əlavələr eləməyin. Əgər nömrənin əvvəlinə 012, ortalarına tiri, nöqtə qoysanız, tapmayacaqsınız. Ona görə də necə tələffüz edirəm, o cürə yaddaşa salın. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, İnanın ki, şükürlər özü də çox böyük bir neymətdir. Onu da Allah hər adama qismət eləmir. O boyda üzümdə faciə yaşandı. Sizə deyirəm ki, üstünüzə sağlıq, elə bir vulkan oldu. Bir günün içində bu boyda şişqa yarandı üzümdə. Yenə də mən şükürlər elədim. Bax, elə ona görə də Allah məni sağaltdı. Yenə də gözəlliyimə qovuşturdu. Şükür olsun Allahıma. Siz də şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.